Assalamu alaykum, hörmətli televizor yaxşımısınızlar? Mən bugünkü proqram riyasətçisi Aygül. Əziz qeyrindaşlar, aldı bilən sizlərə yürekdən salam yollayman. Baş ştabi Germaniyanın Münxen şəhərindəki Şərqi Türkistan İnformasyon Mərkəzi tərəfindən təsis qılınğan Uyğur televiziyasının məxsus xəbərlər proqramısına xoş gəldinizlər. Xitay hakimiyyəti Şərqi Türkistanın yerli xalqıya qartıb kelyatqan siyasi besimini yanımı aşırış məqsədində bu rayonun yeza qışlaqlardakı saqçı və qanun xadimlərinin sanını özlüksüz köpəytib gəlməkdə. Şinjan gazetinin 7 ayının 10 gündəki xəbərdə göstərilişçə, növbətdə Şərqi Türkistanın yerlik çarvıçıları köçüb yaşayatqan tarqaq yaylaqlardımı məxsus saqçıxanalar quruluşqa başlagan. Məzkur xəbərdə yer alğan yuqarqı rəsm Altayның Köktoqay nahiyesi təvəssüdəki yaylaqda qurulğan hərəkətçən saqçıxana olub, bu saqçıxana çarvıçılar nəyə köçsə arqasından soğuşub birgə köçüdü və çarvıçılarını nazarat qilish vəzifəsini ötəydi. Tianshan torunun 7 ayının 10 günü xəbər qilishçə, Xotanның Keriya nahiyesindəki Laysu kəndi xalqaralıq ilmi təkşürüşdən ötən və dünya boyunca 4 çoğ uzun ömür görüş mərkəzinin biri. Xotan şəhəriga 200 neçə kilometr kildiğan bu kənddə 2400 kişi yaşaydı. Bunların içində 60 yaşdan yuqarılar 167 nəfər, 80 yaşdan yuqarılar 30 nəfər və 100 yaşdan aşqanlar 16 nəfər. Bu yıl 117 yaşqa kirgan Rozi ismlik buvay bu kənddə yeşi ən çoğ kişi olub, onun bala, çaqa və nəvrə çəvrilərinin sani 60-70-ə yetib barıdı və həmisi birgə yaşaydı. Bu kənddəki insanların heç biri tamak çəkməydigan, araq içməydigan, hətta qeyrilərinin aşqazını şəhərlərdəki o'tir yaşlıq insanlarınkidən yaxşı olub, işdiyi obdan teni sağlam və temən ikən. Buvaylarımı xuddi yaşlardək tetik və dəmbəs maڭıdı ikən. Kənd boyunca 6000 moy terilği yeri olub, qeyri yaş deməsdən həmisi işləyirkən. Bu kənddə bağvançılıq tərəqqi qılğan olub, meyvə çivə insanların ən asaslıq ozuqlarının biri ikən. Köpçülükə məlum bolğundək, keyinki yıllardan buyan Xitay hakimiyyəti özünün Türkiyədə turuşluq elçixanası və konsulxanaları arqılıq Şərqi Türkistanның tarixi, siyasi, iqtisadi vəziyyəti burmulanğan Türkçe bir yürüş kitap jurnallarını nəşr qılıb tarqıtıb, bu arqılıq Türkiyə xalqının közünü bu yaşqa və bu dövlətdə siyasi fəaliyyət elib beriyatqan təşkilatlarımızı qaralashqa urinib gəlməkdə. Şərqi Türkistandakı Qorçaq hökumətmi yalğan dəlil isbatlarını oydurub çıxıb, Xitayның Türkiyədəki elçiləri saxta materiallar bilən təminləb gəlməkdə. Şuna Xitayның Türkiyədəki elçiləri bilən Şərqi Türkistandakı Qorçaq hökumətinin əlaqəsi nəhayət toluq. Məsələn, Şinjan İqtisadi gazetinin xəbər qilishçə, 7 ayının 9 günü Xitayның Türkiyədə turuşluq baş elçisi Sun Guoshang Ürümçiga ziyoratga kelib, Abnum rayluq partikomның muavin sekretari Nur Bəkri bilən görüşkən. Xitay elçisi bu qitimqi görüş jarayonida ötken yılı özlərinin Türkiyədə Şinjan mədəniyyət həbsi fəaliyyətini uyuşturub, Türkiyədə yaşayatqan muhacirlər və Türkiyənin hər saha zatları arasındakı güclük təsir payda qılğanlığını, bu arqılıq Şinjanның həqiqi əhvalını təşviq qilishqa ijobiy unumga erishganligini, muhacirlarning vətənpərvərlik tuyğularını zor dərəcədə aşırğanlığını ağzı-ağzığa təgməy maqtab ketgan. Xitay elçisi yana bundan keyinmi özlərinin Türkiyədəki radio, televiziyalardan və mədəniyyət sənət fəaliyyətlərindən faydalanıb, taşqi təşviqat xizmətini küçəytib, Şinjanның muqimlığı üçün asas saldığanlığını bildirgan. Ürümçi Kəşlik gazetinin 7 ayının 10 günü xəbər qilishçə, Xitay hökuməti bu yılның içində Şərqi Türkistandan 5-ci əmgək küçü degan namdan başqa yurtlarga bolubmu Xitayga işlemçilikə ivətildiğən 330 min kişini makallardan sürgün qilishdən burun
Xitoycha kurs va boshqa siyosiy va kasbiy ta'lim-tarbiyadan o'tkazildi ekan. Bu 330 ming kishining 80% bu yil ichida boshqa yurtlarga evatib bo'lishni amalga oshirdi ekan. Bularning hammasi 35 yoshdan tuvan yezi yoshlari bo'lib, qizlar asosliq salmoqni egallaydi. Adabiyot, san'at, sotsializm ishlari uchun xizmat qildirish degan shuar Xitoy hokimiyatining eng asosli shuarlarining biri. Shuning uchun Xitoy kommunistik hokimiyati Sharqi Turkistonni ishg'ol qilgandan buyon Uyg'urlarning milliy madaniyati va san'atini o'zlarining razil siyosiy maqsadlari uchun majbur xizmat qildirishga tirishib keldi. Bu jarayonda Xitoy hokimiyati xalqimiz ichida to'nilgan ataqliq va talantliq san'atkorlarimizdan foydalanishni nishon qilgan bo'lib, ularni vosita qilib turib o'zlarining mustamlikachilik maqsadiga yetishga urinmoqda. Masalan, Şinjan usulchilar jamiyatining raisi Dilnar Abdulla butun xalqimizga to'nilgan va xalqimizning cho'nqur hurmatiga sazovor bo'lgan talantliq san'atchilarimizning biri. Shunga Xitoy hokimiyati xuddi milliy rahbarimiz Rabia xonimga ayni chaqda qo'llangan taktikasining aynisini qo'llanib, Dilnar Abdullani o'zlarining siyosiy sahnasiga so'rab kirgan. Uni mamlakatlik xalq vakillar qurultiyining a'zosi qilib, uning xalq ichidagi ta'siridan foydalanib, san'at sohasidagilarning ko'nglini o'zlariga moyil qilishga tirishib keldi. Hozir Dilnarning 7-8 mansibi bor. Tianshan to'rining xabar qilishicha, 7-oyning 10-kuni Abnum rayonlik partikom tashviq bo'limi Urumchida hashamatlik murosim o'tkazib, Şinjan Dilnar madaniyat san'at almashtirish taraqqiyot fondi jamiyati qurilganligini jakolgan. Yuqorqi xabarda ko'rsatilishicha, bu fonda jamiyatining maqsadi Şinjanning ko'p millatlik sotsialistik adabiyot san'at ishlarining taraqqiyotini ilgari surish ekan. Germaniya Dolqunlari radiosining xabar qilishicha, navbatda dunyoda taxminan 900 million pikap bo'lib, Xitoydagi pikaplarning soni 29 million. Avstriyada har 1000 odamga to'g'ri keladigan pikapning soni 551 bo'lib, Xitoynikidan 23 hassa yuqori. Yevropa Birligidagi 27 davlatda 231 million pikap bor. Amerikadagi pikaplarning soni 228 million. Har 1000 kishiga to'g'ri keladigan pikapning soni jihatda Amerika oldingi o'rinda turdi va 1000 kishiga 775 pikap to'g'ri keldi. Yevropa Birligida Luksemburg oldingi qatorda turdi va 1000 kishiga 665 mashina to'g'ri keldi. 1995-yili butun dunyo bo'yicha 500 million pikap bor bo'lgan bo'lsa, 12 yilda bir hassaga yaqin oshgan. Kishi beshiga pikap eng az to'g'ri keladigan davlatlar bo'lsa, Xitoy bilan Hindistondan iborat. Şinjan gazetining xabar qilishicha, Xitoyning 6-qatimli G'arbiy rayon arxiv xizmati yig'ini Mo'shayning 6-kundan e'tiboran Urumchida chaqirilishga boshlangan bo'lib, yig'inga Xitoyning g'arbdagi 10 o'lkasining arxiv tarmoqlari mas'ullari kelib qatnashgan. Yaqinqi yillardan buyon Sharqi Turkistonda arxiv xizmatiga bo'lgan boshqarish alohida kuchaytirilgan bo'lib, navbatda Sharqi Turkiston bo'yicha arxiv boshqarish ma'muriy tarmoqlarining soni 107 ga, arxiv xizmatida ishlayotganlarning soni bo'lsa 20 mingdan ko'proqqa yetgan. Hozir Sharqi Turkistondagi 138 arxiv ambarda Xitoy hukumatiga oid 4 million 130 ming parchadan ortiq muhim arxiv saqlanayotibdi. Hurmatli televizor ko'ruvchilar, shuning bilan bu qitimqi maxsus xabarlar programmamiz oyoqlashdi. Xayr xo'sh, kelar qitimliq programmamizda ko'rishaylik.